bəxtəvər başımıza xaladenik alıblar. Gerək aləm bilsin, ay hay. Çayla xanım, Zeynəb xanım, salam aleyküm. Akşam buyurun bize konak. Şirinliyedir şükür Allah'a. Ay mübarəkdir. Çox sağ olun, Sağlığınıza sağ olun. qismət olsun. Tek elə həmişəmizdə bolluk olsun. Çox sağ olun. Gələcəyik, ya, mütləq gələcəyik. Zeynəb xanım, siz de buyurun. Kəlmə danış öyle. Yoxsa zəhləmizi aparacaq. Mübarəkdir Məmməd. Çok sağ olun, çok sağ olun. Eşi kıyamettir, düzlü kimi her tarafı gösterir. Oradan neçə proqramı var? Nə proqramı? Şahsındadır, xaladenik almışıq. Çok büyük. Ha, çok büyüktü, çok. Alem de alem, ne diyeyim eşi. Otur tamaşa eyle, seherden akşama gel. Gəlir. Akşi, ekranı var. Ne? Ekranı var. Kran? Ya, kran almamışım. Hamısını birden alma olmaz ki. Yavaş yavaş onu da alırım. Aman, bilmirəm, bu kişi adamı laf dəli elər də. Hə? Vallahi nə aldıqlarını bilmirəm. Xaladenik alma, ya televizor al. Aa, qoy eləmək soruşum da. Soruş. Sən soruş. Məmməd müəllim, işləyir. Ne? Deyirəm, işləyir. Taxmısınız? Takmışım. İşleyir. Pulimat gibi tır tır tırıldayır. Birden dayanır. Başlayır bülbül gibi ötmeye. Gördünüz, televizor alıblar. Amma siz inanmırdınız. İstəyirsiniz soruşum ki, rəngli də yox. Hə, soruş. Məmməd müəllim, rənglidir. Ağdır. Ağa bak, kar kimi. Ha? Bu kişi adamı laf dəli elər. Vallahi nə aldıqlarını bilmirəm. Ömrümdə mən belə televizor görməmişim. Bura bax, bəlkə impırtıdır. Az pulunu görmürsən. Bilmirəm, mən də işinə başa düşmürəm. Məmməd müəllim, Hə? konsert olanda bizi yaddan çıxartmayın. Futbol olanda Murada deyərsiniz, yaxşı? Eşi ne konser ha? Ne futbol? Soyuducu almış kız soyuducu.